Salam, hörmətli izləyicilər. Bugün sizlərə funksiyanın maksimum nöqtələrinin tapılmasına aid bir sualın izahını verəcəyəm. Keçək sualın şərhinə. Qrafikdə bütün həqiqət ədədləri törəməsi olan fx funksiyası verilib və gx funksiyası olduğuna görə gx funksiyasının maksimum nöqtələrin absisləri cəmi deyir neçə olar? Əvvəla yazaq. Gx funksiyasının özü bərabərdir. İntegral 0-dan x-a ft bir də dt-dir. O da bərabərdir. İntegral alsaq, böyük ft haradan hara 0-dan x-ə qədər. Yəni ki, böyük fx çıxılsın f0-a. İndi gx funksiyası, bax bu ifadə oldu. Bunun törəməsini tapmalıyam. Nəyə görə? Maksimum nöqtələrini tapmaq üçün g törəmə x bərabərdir. Fx-in, böyük fx-in törəməsi kiçik fx-dir. f0 da sabiti törəməsi 0-a bərabərdir. İndi maksimum nöqtəsinin tapılması üçün biz g törəmə x bərabərdir 0-ı tapmalıyıq. Yəni ki, fx özü 0-dır burada. İndi fx-i 0-a çevirən dəyərlərə baxsaq funksiyanın qrafikində, ədəd 9 üzərində qeyd edək bunu. Hansı nöqtələr var? -4 nöqtəsi var. Sonra nə var? -1 nöqtəsi. Bax, bu nöqtələrdən söhbət gedir. X-i kəsdiyi nöqtələr 3 nöqtəsi var. Çünki fx özü nəyə bərabərdir? 0-a bərabərdir. Sonra nə var? 6 nöqtəsi var. Sonra 8 nöqtəsi var. İndi buraları bir intervallara ayıraq. Aha. İndi biz burada qeyd edə bilərik ki, g törəmə x bərabərdir fx, o da bərabərdir 0-a. İndi buna nəzərən gx-in özünü yorumlayacaq. İndi baxıram 8-dən sağ tərəfə funksiyanın qrafiki x oxundan yuxarıdır, bura oldu müsbət. 6-8 aralığında qrafik üzə aşağıda oldu mənfi. 3-6 aralığında qrafik yuxarıda oldu müsbət. Daha sonra 3-1 aralığında qrafik aşağıda oldu mənfi. Sonra -1-4 aralığında qrafik yuxarıda oldu müsbət. -4-dən qrafik üzə aşağıdadır, oldu mənfi. İndi deməli burada funksiya azalan funksiya olur, sonra artıb, sonra azalıb, sonra artan olub, azalan olub, sonra artan olub. Qrafikimizin yorulması, bax, funksiya gəlir. Azalan funksiyadır, getdikcə azalır. Sonra nə edir? -1-də artıb. Artan funksiyadır. Sonra yenə azalıb, azalıb gedir və altda nə edib? Artıb. Azalıb, azalıb. Yenə də nə edib? 8-dən üzü ayna sağ tərəfə müsbət sonuçla artan funksiya olub. İndi burada maksimum nöqtələr hansılar oldu? Müsbətdən mənfiyə keçən, müsbətdən mənfiyə keçən. Biri -1 nöqtəsindən maksimum nöqtə alıb, biri də 6 nöqtəsində bax buradan maksimum nöqtə alıb. -1 ilə də 6-nın cəmi edər müsbət 5.